Oğuz rayonunun Xaçmaz kəntindən hərbi xidmətə çağırılan əskər Fariz İsayev həyatını itirib. 20 yaşlı Fariz bir ay öncə hərbi xidmətə başlayıb. Andışmə mərasimindən sonra Qubada yerləşən en saylı hərbi hissəyə göndərilən əskər 3 gün sonra mayın 10-da ölüb. İddialara görə qızdırması olan əskərə antibiotik iynəsi vurulub və o iynənin təsirindən şoka düşüb. Artıq əskərin ölməsi faktı üzrə cinayət işi başlanıb. Ölüm faktı əsasında Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədi ilə ekspertizə təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib. Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.